Həqiqətən də vəziyyət çox acınacaqlıdır. Ölkədə vəziyyət olduqca acınacaqlı olan bir devirdə bir daha hakimiyyətdə olan, hakimiyyətə qulluq edənlərin iç yüzü ifşa olunur. Yəni, siz o göstərdiyiniz biabırçı bir səhnədir. İnsanlar harınlayıblar. İnsanlar artıq bilirsiniz, sərhəd bilmir. Hətta elə videolar paylaşmışlar ki, dəhşət dərəcədə belə adam baxmaq istəmirdi, iriyənirdi. Yəni, heç olmasa bu arada, deməli, bu Adnanı dırnaqarası həbs etməklə görünür bir imkan yarandı ki, onun və onun kimlərinin biz həyat deyək ki, obrazını izləyə bildik. Dəhşətdir. Bu, hakimiyyətdə yüksək vəzifə tutan bir adamdır. Yüksək əmək haqqı alan bir adamdır və geniş imkanlar yaranıb buna ki, həm də korrupsiya ilə məşğul olsun, ola bilsin rüşvət də alıb o vəzifədə digərlərindən. Yəni, adama heç bir halda nə nəzarət ediblər, nə bir, deyək ki, hesabat soruşublar ondan, istədiyi kimi yaşayıb. Bunların məmurlarının, yüksək vəzifəli məmurların, demək olar ki, əksəriyyəti elə həyat yaşayır. Əksəriyyəti. Və bunu da bütün ölkə bilir. Bütün qurumlar bundan xəbərdardır, bunların bu həyatından. Və xalqdan oğurlanan vəsaitdir. Bugün əhalinin, demək olar ki, 90%-i elə bir halda yaşayır ki, yəni, banklara borcu var. Yarım milyard manat banka müddəti keçmiş borçlar var. Yarım milyard manatdan hələ çoxdur. Ümumilikdə 3 milyon adamın banka borcu var. İnandırıram sizi, əgər şəhərdə indi müxbir olsa, sizin tanışınız olsa bir çəkiliş edərdim. Əksər marketlərdə, o supermarketlərdən söhbət getmir, mən bilmirəm, orada da bəlkə var. Əksər marketlərdə borc dəftəri var. Adamlar ərzaq ala bilmir, ya borca yazdırır. Yəni, bu borc dəftərinə də bəzən Rusiyadan gələn və yaxud da digər ölkədən gələn, digər ölkələrdə çətinliklə pul qazanmış insanlar bəzən gedib o borc dəftərini alır, borçluların əvəzində o vəsaiti ödəyir. Yəni, belə bir halda bugün hakimiyyətdə harın həyat yaşayanlar kifayət qədər çoxdur. Demək olar ki, əhalinin haradasa 5%-i belə harın həyat yaşayır. O da həm hökumətdə işləyən yüksək vəzifəli adamlardır, onların yaxın qohumlarıdır. Baxın, bu xanımın atası vaxtı ilə komsomolda işləyirdi, komsomolçuları tərbiyə edirdi və o xanımın atasını mən çox yaxşı tanıyıram. Bir o qədər də özünün tərbiyəsi yox idi, tərbiyəsizin biri idi, yekəxananın biri idi. Elə ondan da belə evlad ola bilərdi. Yəni, o qadın, bilirsiniz, əslində ailədə, qadınlarda da bir haradasa sərhəd olmalıdır ki, nəyi etmək olar, nəyi etmək olmaz. O, Azərbaycan ailəsidirsə gəl. Yəni, belə harın həyat yaşamaq, bilirsiniz, bəzi adamlar var, mən tanıdığım adamlar, hətta onlar, bilirsiniz, biznesini dayandırıb ona görə ki, qonşular kasıb olduğu üçün o utanıb ki, o niyə onlardan yaxşı yaşamalıdır? Elə adamlar da var Azərbaycanda. Baxın, bunların, bilirsiniz, indiyə kimi görün, hansı naziri işdən çıxıbsa, indi biz onların o vaxt görməmişik ailə şəkillərini də yaymayıblar. Amma bilirdik, bəzilərinin belə şəkillər olduğunu bilirdik. Deməli, hər biri işdən çıxandan sonra hökumət elan edib ki, hökumətin özü də, ondan sonra mətbuatı da elan edib ki, hər biri 3, 4, 5 milyard dollar pul çıxar, pul apar, pul oğurlayır. Bunlar belə adamları axtarırlar ki, özləri gedib korrupsiyadan məşğul olmayacaqlar ki, rüşvətlə məşğul olmayacaqlar ki, dələduzluq edib kimisə aldatmayacaq ki. Yəni, əllərində əlaltı belə adamlar lazımdır ki, bunların vasitəsilə bu çirkin işi görsünlər. Yəni, ondan sonra da onların əlindən o yığdıqları pulun əsas hissəsini əlindən alsınlar. Sonra da özlərinin indi baxacaqlar, əgər prosesdən sonra deyək ki, lazım gələrsə bir 5-10 manat da saxlayıb əllərində onların, ola bilsin, sonra istifadə etsinlər. Biz dəfələrlə görmüşük ki, 1 il, 6 ay, 7 ay yatızdırırlar, əlində nə var hamısını alıb, sonra da
azad edirlər. Hətta təsəvvür edin, generalı həbs etmişlər, yəqin xatırlayırsınız da. Əlində nə var aldılar, sonra da general kimi buraxdılar və əvvəlki işinə bərpa etdi.